Qax-Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax-Balakən sahəsində dəmir yol infrastrukturuna ciddi zərər dəyib. Bu haqda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik məqsədi ilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən 20 iyul tarixinə qədər Qorağan, Əliyabad, Zaqatala, Göyən və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8-20 iyul tarixlərində Bakı-Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən-Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq. Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.